Əziz izləyicilər, məlumat üçün qeyd edeyim ki, Bakı metropolitenində 28 may ilə Nizami metrosu arasında 15 avqustdan təmir işlərinə başlanılır və bu məqsədlə də metropolitenin iş rejimində dəyişiklik olunacaq. Məlumat üçün qeyd edeyim ki, Həzər Sultanovdan İçəri şəhərə doğru istiqamətdə olan xəttdə heç bir dəyişiklik olunmayacaq, olduğu kimi qalır. Lakin Dərnəgüldən gələn istiqamətdən sonuncu dayanacaq kimi Nizami metrosundan istifadə olunacaq. Onu da qeyd edeyim ki, metronun bu təmir işlərinə dəstəkləyici məqsədlə, yəni iş rejimində dəyişiklik olunandan sonra təbii ki, sərnişinlər getdiyi istiqamətə gedə bilmədiyinə görə Aynət tərəfindən 6 ekspres marşrut xətti yaradılmışdır. Məlumat üçün qeyd edeyim ki, bu marşrut xəttləri hara gedirlər, onları izah edirəm. M1 marşrut xətti Elmlərdən 28-ə doğru hərəkət eləyir. İkincisi, M2 marşrut xətti, yəni ekspres marşrut xətti inşaatçılardan Nizamiyə, oradan da 28-ə doğru hərəkət eləyirlər. M3 marşrut xətti 20 yanvara, oradan Nizamiyə, oradan 28 maya doğru hərəkət eləyirlər. M4 marşrut xətti isə 20 yanvardan Koroğluya birbaşa hərəkət eləyəcək. M5 marşrut xətti 20 yanvardan birbaşa Gəncəyə hərəkət eləyəcək. M6 marşrut xətti isə Elmlərdən birbaşa Gəncə metrosuna doğru hərəkət eləyəcək. Onu da qeyd edeyim ki, yaradılmış bu 6 ekspres marşrut xəttləri gələcək sərnişin təlimatına nəzərə alınaraq təşkil edilmişdir.